Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid Əliyev Yusif Asifoğludur. Yusif Asifoğlu Əliyev 11 fevral 2001-ci ildə Şamaxı şəhərində Əliyevlər ailəsində dünyaya göz açmışdı. Qəhrəman şəhidimiz subay idi. Yusif Əliyev 2007-2013-cü illərdə Şamaxı rayon İnşaatçı qəsəbə tam orta məktəbində 44 günlük Vətən müharibəsində eyni qədəri paylaşdığı şəhid Elvin Ağakərimovla eyni sinifdə oxumuşdu. 2013-2014-cü illərdə Şamaxı şəhər Sultan Məcid Qənizadə adına bir saylı tam orta məktəbdə, 2014-2018-ci illərdə Şamaxı şəhər təmayüllü internat tipli liseydə tam orta təhsil alıb. Yusifin hədəfində ali təhsil müəssisəsinə qəbul olmaq olsa da, onun seçimində öncəlik müqəddəs vətən borcunu yerinə yetirmək istəyi olur. 2019-cu il iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanan Yusif Ağcabədi, Füzuli rayonunun Küp Mahmudlu kəndində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən en saylı hərbi hissələrdə hərbi xidmətdə olur. Azərbaycan dünyaya hünərini göstərdiyi gündən etibarən 2020-ci il 27 sentyabr 2-ci Qarabağ müharibəsi başlayan gündən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əliyev Yusif Cəbrayılın, Füzulinin azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında əsl cəngavərlik göstərir. Oktyabrın 4-ü Füzuli uğrunda gedən döyüşdə Yusif düşmən tərəfindən atılan snayper atəşi nəticəsində yaralanaraq gənc yaşında ən uca zirvəyə, şəhidlik zirvəsinə ucalır. Oktyabrın 6-sı Şamaxı Şəhidlər Xiyabanında dəfn olunur. 2-ci Qarabağ müharibəsi iştirakçısı komandir Qazi Ramil Sirazlı deyir: Əliyev Yusif mənim əsgərim olub. Heç vaxt məni tək qoymazdı. İstəyirdi ki, mənimlə bütün hücumlara bir getsin, düşmənə qan udursun. Döyüş yoldaşı Qazi Taril Rəhimov deyir ki, Yusif çox şəfqətli və cəsur oğlan olub. Buna görə də hər kəs onun xətrini çox istəyirdi. Sanki günü-gündən də müdrikləşirdi. Yusifdə həm döyüş ruhu yüksək idi, həm də insanlıq xüsusiyyətləri. Ölümdən qorxmayan, haqsızlığa dözməyən bir qardaş idi Yusif. Şəhid Əliyev Yusif Asifoğlunun ruhu qarşısında baş əyirik. Sükutun içində danışan səslər var. Şəhidlərin adıdır onlar. Qəhrəmanlıq səssiz yürüyər, amma iz buraxar. Müharibədə iştirak edən şagirdlərimiz çoxdur. Mən Əlfə